Uşaqlar, video keçməzdən əvvəl sizlərə bir dənə shop tanıdacağım. Tanıdacağım shop bəlkə də bir çoxlarınız tanıyırsınız. Azərbaycanın köhnədən bəri istifadə olunan bir shopdur. Yəni Teymur Game Shop. Bəli, düz eşitdiniz. Teymur Game Shop sizlərə başa salacağım kimi uşaqlar ID ilə elmas surur. Dediyim kimi hesab içi elmas surmur. Hesab içi dediyimiz nədir? Girib sizin daha qorxmayın ki, hesabınızı əkərlər falan, Gmail falan vermirsiniz. Heç bir şey rahatça sadəcə ID-nizi, oyun ID-nizi atırsınız və 5 dəqiqə ərzində cəmi sizin elmaslarınızı hesabınıza yollayır və plus da ki, əgər siz mesaj yollarsanız 5 dəqiqə ərzində cavab verir ən gecə. Gedib uşaqlar siz də elmaslarınızı Teymur Game Shop'dan sərfəli bir şəkildə vura bilərsiniz. Keçək videomuza. Hər kəs salam uşaqlar, necəsiniz? Mən qoyum deyirəm ki, yaxşısınız. Bu gün sizlərlə bir yerdə mükəmməl bir video ilə qarşınızdayım. Uşaqlar, bugünkü videomuzda bugün oyuna girəndə gördüm, qaqam bir dəqiqə dayanda. Bugün oyuna girəndə gördüm ki, uşaqlar, mistik mağaza gəl və 2 günü qalıb. Dedim bunu sizlərlə bir yerdə bir dənə basaq, yoxlamağa çalışaq. Uşaqlar, ilk növbədə şansımızı yoxlayacağıq. Bunu sizin abunə olmağınızı basıram və basaq. Oy, öpürəm uşaqlar, qəşəng 84% gəldi və əla alamına bax, 3 qəpik deyə beri. Nə də la, nə var? Max 5 dənə, 15 qəpiyə uşaqlar, 5 dənə qəpik də deyirəm. 25 olmasa 5 dənə almaq olur. Bunları indir uşaqlar, ifadələr var, qəşəng-qəşəng şeylər oxşayırlar. Görək, bir dənə də bunu, Allah, bu nə ifadədir? Özüdür də, bunu da indir bir dənə. Bula insin, oy, super da ifadə həqiqətən. O ifadəyi uşaqlar ola bilər, onu alan, bir dənə gözlə. Başqa, belə bir şeylər yoxdur. Bu da indiril daha qaqam, ömrümə girdin. Oy, alabı, bunu bilmirəm uşaqlar, bunu almaya da bilərəm. Bu o qədər xoşuma gəlməz, nə yalan deyim. O qədər xoşuma gəlməzdir. Nə bilim, bu nədir ki belə? Ancaq o biri, bu çox xoşuma gəldi həqiqətən. Bunu Hakay falan da eləyir də bununla. Əladır bu ifadə uşaqlar. Ola bilər ona basam. Başqa, bu da kıyafet falan elə lazımlı bir şeylər deyil. Buz falan da istəmirəm alam. Amma bu ifadə həqiqətən ləzzət elədi. 111 elmas istəyir və neyinəcəyik? Sizlər də bir yerdə gedəcəyik inşallah Teymur Game Shop'dan. Elmaslarımızı vuracağıq. Siz də gedib elmaslarınızı sərfəli bir şəkildə Teymur Game Shop'dan vura bilərsiniz. Bir dənə də inşallah buna var səncə. Bu o qədər məncə ürək açan deyil ancaq. Pis deyil, başın qəşəng başlayır, sonunu biraz zaylayır. Qısa ifadədir. Hər nəsə inşallah gedə bir dənə elmaslarımı vurum gəlin mən. Uşaqlar, elmaslarımızı yüklədik, görürsünüz. 125 elmasdır. Harasa 1 dəqiqə falandır uşaqlar. Çek falan atmaq, yəni çek. Ala dilim topluladı hər nəsə. Uşaqlar, gözləyib bir dənə şeydə gəlsin. Nə idi la onun adı? Ona tam bir dənə yadımdan çıxmış. Burada bir dənə yüklənmə etkinliyi var. Bunu alacaq sizlərlə birlikdə. Görürsünüz, burada 100 elmas vuranda bir dənə də buz verir. Bunu da alaq sizlərlə və aldıq qəşəng. Nə idi onun adı? Veririk, həftəliyimizi gözləyirik. Görək, açılmayıbdır, görürsünüz ki, hələ. Gözləyək, Allah, bu nə, sürətdir qaqa. Əla bir şəkildə olar. Gəldi, həftəliyimizdə 50 elmasımız da buradan və 275 elmasımız var. O qədər şey dedim. Ya, bir partladıram da elmasları. Bir dənə gözlə, buradan mesaj gəlib. Gözlə, nəfis yox. Bir dənə də rahatsız etmədədir, əladır. Hər nəsə uşaqlar. İndi 275 elmasımız var sizlərlə birlikdə və buradakı ifadələrimizi alacaq. Bu ifadə mənə həqiqətən konkret ləzzət elədi. Ona görə ilk növbədə bu ifadəyi alırıq. Sağlıqla, yəni sağlığımıza qismət. Aldıq uşaqlar. Allah, dəyişdirmək də pulsuz deyil, özüdür. Elə bildim 10 qəpik istəyəcək, istəmədi. Allah, ifadəyə bax. Bunu bir dənə indir qaqam. Qəşəng şey oxşuyur o. Buna bax, sən 16 qəpiyə nə də la bunlar. Çox ucuz deyil həqiqətən. 84% o başdakı 84% deyəcəkdim ki, inşallah bu ifadəyi mən görmüşəm. Çox pik ifadədir, ona görə bunu da alaq. Əla. 3 dənə, yəni çox ucuza aldım həqiqətən ki ifadəyi. 222 elmasa 2 dənə ifadə aldım. Nə qədər ki var Allah. 222 elmasa 2 dənə ifadə aldım uşaqlar. Daha yax qaqa. Yəni bunları elmas verməyə dəyməz. Ondan sonra bir dənə ifadə alaram. 16 qəpik olan çox ucuzdur. Amma məncə burada başqa belə... Bu nədə var? Allah, bu da ifadədir. Bu pis oxşamır uşaqlar. Yox da ifadə yox ki, bir dənə baxaq. Yox, amma çox qısadır elə bil. Ona görə almağa dəyməz. Buna bax, fişlərəsən canım. 15 qəpiyə 10 dənə. 10 dənə, 5 dənə. Bu ifadə də o qədər xoşuma gəlməz. Başqa alması uşaqlar çox bir şey yoxdur. Qardiyan falan da istəmirəm almaq. Çünki özümdə yaxşı. Yox, bərabər deyilə bildim, bərabər. İkisində də var.
Hər neysə. Başqa alına biləcək uşaqlar bir şey yoxdur. Bu nə qala? Burada da bir şey var. Allah, bu superdir. Ancaq elmasımız çatmır. Hər neysə. Bir dənə baxaq uşaqlar görək neçə. 1 2 3 4 6 günümüz var. Hələ qəşəngdir. Buradan da verilənləri, oyun öz verənləri alaq. Əla bir şəkildə. Uşaqlar indi siz burada bir dənə. Nə danışıram? Həqiqətən dilim toplayır. Buradan bir dənə ifadəmizi kuşanaq. Yeni aldığımızı. Bunu gətirək. Bu ana qoğala. Dala salto var. Bəlkə bunun yerinə qoyum. Bu birini də gətirək. Bunun yerinə qoyaq. Antiklisif. Çıx. İfadəmizi çək. Joba. Özüdür. Həqiqətən ləzzətli ifadədir. Ha. Bundan bir dənə elə thumbnail'lar çıxarda bilərəm. Çox ləzzətlidir. O birinə baxaq. Bu da özüdür. Bunlar nə editlər çıxar bilirsiniz. Mənim kasam falan biraz zəifdir. Hər neysə uşaqlar. Gedək bir dənə yalnız qurtda bunları yoxlayaq. Uşaqlar yalnız qurtda girdim. Qabağımdakı rəqib nə qədər güclü rəqib deyil. Nə də bot deyil də. Görək yoxlayacaq sizlərlə. Bu arada ifadə ilə qaçanda falan pozulmur. Qəşəng bir şeydir o da. Tıkladım o ona görə yəni xoşuma gəldi həqiqətən. Qəşəng vuruşlar falan çıxartmaq olur. Rəqibə görək beləcə biraz troll keçəcəyik. Görək açıq vermir. Ana mış kimi tarıyır. Qaqam gözlə də. Yenisəm yenə maşınımızı sürə-sürə gedək. Açıq vermir. Allah indi arxamdadır. Allah bu nədir? Buzu hara atıram mən də. Sən gözlə qaqam. Çox yerə yaparsan. Bas ifadəmiz də. Niyə yerində durur bu? Qaqam maçdaşma da. Bir dəfə illayda video çəkməyə girdik. Hala düz duran adama vuramıram. Odur ki ifadə ilə hələ yoxlayıram. Sən can. Düz duran adama kafa getmir. Qəşəng. Bu arada uşaqlar Telegram qrupumuza gəlir. Yaxında paylaşacağım proqramı sizlər də istifadə edə bilərsiniz. Sadəcə yükləmə linkinin orada olacaq. Yəni orada yükləyə bilərsiniz. Link deməyim. Sadəcə APK-yi orada yükləyə bilərsiniz. Qaqam bu nə? Niyə belə gedir bu Deagle? Çox daldırıram. Biraz zatış fonasında böyütsəm bəlkə də düzələr. İndi buna bax burada. Of. Eğimi gördünüz uşaqlar. Hacker. I am hacker. Hər neysə. Uşaqlar rəqib gəldi, taradı, bir round öldürdü. Ola bilər oraları paylaşmayam. Çünki video həqiqətən həddən artıq uzun olmağını istəmirəm. Çünki baxın başqa vuruşlar çıxartmasam elə promo videonu yəqin ki orada kəsərəm. Promo çıxışım falan edərəm. Əgər izləyirsinizsə buraları deməli vuruş falan eləmişəm. Niyə ölmürsən, neçə canlısan qaqa? Sən gözlə yenə ifadə ilə gedək. Başını oynatıram qaqa. Qəşəngdir. Ne özün buza ola bunun üstələ çıxandır pozulmur. Gözlə qaqam, gözlə. Allah da inşallah ləzzət eləyir. Bununla həqiqətən shorts falan da yığdırmaq olar. Uşaqlar arada yenə bir round öldüm. Həqiqətən elə bir rəqib qəstimə durur. Elə tarıyır. Yaxın gedilər, solmur. Sıra məndə idi, bir dənə Deagle seçdim deyəcəkdim ki, yenə də kafa getmədi. Bir dənə kit bas, ifadəmizi də bas, bir dənə gözlə hassasiyyətimizdən biraz qurtsalayaq burada. Biraz belə vəsiyo. Allah kiti basmayıb tıqılına deyə. Elə istəyirə basmağa da ehtiyac yoxdur. Ona görə basmıraq. Qaqam, yenə mırtdaşırsan orada çıxdan ha. Ay bilə, konteynerin dibindən eynirsən qaqa. 11 canım qaldı. Sən can bunu oyuna açdı. Bəsdidən mışdama. Adam kimi təhkürlən oynayır. Ya nə bilim, nə bayında batır. Gözlərəcəm dünyanın kaç bucaq olduğunu. Allah, gəlir yenə öldürəcək buralarda kəsəsi olsam, yavırsılıq deyil həqiqətən. O böyətdə danış, gəl buraları silsən indi. Gəl görüm də, Allah, bu çıxmır da konteynerin dibindən. Gələcək pusur rəqib. Oy, qəşəng. Gəlişinəcə 30-durdum da, əla bir şəkildə. Qəşəng. Uşaqlar, bu arada videoyu belə sonlandırmaq məcburiyyətinə qaldım. Çünki rəqib gəldi, tap taradı, yəni eləcə taradı da rəqib. Qəşəng oldu, nə bilim, normal videomdur. Məncə sevərsiniz bu videonda. Like atıb abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.